Məsələ 2. 0, 2, 4, 5, 7, 8, 9 rəqəmlərindən rəqəmləri təkrarlanmayan 5 rəqəmli ədədlər sayının 30%-ni tapın. Həlli. Deməli, 0-dan 0, 2, 4, 5, 7, 8, 9 rəqəmlər verilir. Rəqəmlər təkrarlanmayan 5 rəqəmli ədəd. Məsələ təkrarsız aranjemanın köməyi ilə həll olunur. Aranjeman n-dən k bərabərdir. N faktorial bölünsün n minus k faktorial. Və burada bütün 5 rəqəmli ədədlər cəmi 7 rəqəm olduğundan burada olacaq aranjeman 7-dən 5. Bütün rəqəmlər təkrarlanmayan 3 rəqəmli ədədlərin sayı əvvəlində 0 olanlarla bir yerdə. Bu olacaq 7 faktorial bölünsün 7 çıxaq 5 faktorial. Bu da bərabərdir 7 faktorial bölünsün 2. Və rəqəmləri əvvəlində 0 olanların sayı aranjeman 6-dan 4 olacaq. Bu bərabərdir 6 faktorial, 6 çıxaq 4 faktorial, 6 faktorial bölünsün 2. Və onda rəqəmlər təkrarlanmayan 5 rəqəmli ədədlərin sayı aranjeman 7-dən 5 çıxaq aranjeman 6-dan 4 olur. Və hesablayırıq bərabərdir 7 faktorial bölünsün 2 çıxaq 6 faktorial bölünsün 2. 6 faktorial bölünsün 2 ortaq vuruş çıxır. Buradan alınır 7 çıxaq 6, 7 çıxaq 1, 6 verir. 6 faktorial vurulsun 3. 6 faktorial 720 vuraq 3'ə bərabərdir. 6, 21, 2160. 30%'ni tapın deyir. 30% də 0'dan 10'da 3 ədədə keçirik. 0'dan 10'da 3'ü vururuq 2160'a. 0, 1, 0 rəqəm ayırsaq oldu 3 vuraq 216. Bu da bərabər 3'də 6, 18, 3'də 3, 4, 648. Deməli, bu rəqəmlərdən düzəldilmiş, rəqəmləri təkrarlanmayan 5 rəqəmli ədədlərin sayının 30%-i 648'ə bərabər.